Sana bugün sizlə bir dənə oyun oynayacağıq və bu oyunun taktikasını Beyin oxuma oyunudur dostlar. Biraz mən yuxarı çıxım. Bir dənə oyun oynayanda eğer çoxlu kartlarınız varsa deyə bilərlər ki, kartlardan hansını seçmişəm. Siz birinci kartları bir düzürsünüz. Yaxşı. Düzdük. Murad da bir dənə oyun seçməlidir. Mən dostlar indi buradan bir dənə kart seçirəm. Mən bunu seçirəm. Baxın bunu seçirəm mən. Hə, gəl. Hansı sıradadır? Bu sırada. Yəni üçüncü. Üçüncü sırada dostlar mən seçdiyim oyuncu. Bu sırada yadımızda ən çox qalan oyuncu hansıdırsa, məsələn, mənim ən çox yadımda qalan bu dişləyən itdir. Quduz. Quduz. Hə, demişdim. Bunu birinci götürür. Ən çox yadımızda qalan bu. Yəni belə ən tanıdığınız futbolçu olar da. Yəni istədiyiniz boy bir oyuncusunu da götürə bilərsiniz. Onu əlimizdə saxlayırıq. Qarışdırırsanız da, qarışdırmasanız da mənasız onsuz. Bu tanıdığınız oyuncuların üstə qoyun ki, sonra çaşmayın da. Mütləq bunlardan biri. Bunların mənası yoxdur. Amma yəni götürürük. Quduz buradadır. Sağ ol. O sıradan da hansı futbolçunu seçmişsən görürsən. Heç bir yaxşı futbolçu deyil. Bir şey rəsislisən. Düzürük sonra sırayla. Bunu tam sıranı düzməlisən. Sadəcə bir dənə şey səhv olsa, hamısı səhv olacaq. Mütləq bu formada baxın. Mütləq başqa cür ola bilməz. Hansı sıradadır? Bu sıradadır. Üçüncü sırada. Baxın. Üçüncü sırada desə, baxın bunlar elə bir yoxdur. Biz bunları görmürük. Bu 7 futbolçudan biridir. Çox məntiqliymiş. Bu bildiydi indi. O qədər asandır. İndi bu üçündən biridir. İndi baxın. Bunları bir yığırıq. Ya da deyəm, birinci belə bunları götürək. Dəhşət məntiqliymiş. Daha asanıymış mənim elədim. Bu Quduz mənim çox yadımda qalandı. Yerinə götürürəm. Daha məntiqliymiş həqiqətən də taktikası. Obje taktika biraz baş qarışdırıcıdır. Başqa taktikası da var bunun dostlar, amma bunu daha asan bildiyimizə görə bunu eləyirik. Orada dəhşət uzun gedəcək və izah edəməyəcək böyük ehtimalla. Düzürük təzən sırayla. Yenə sıralama önəmlidir. Sıralama önəmlidir, danışamadım. Danışmaq o yüzden elə gəldi. Bir tutulmadan biləcək. Neysə. İddialı. Gələcəyin YouTuberına iddialar qaldırdı. Baxın. Əlimizi yenə çıxartdım. Bu üçündən biridir. Bu üçündən biridir. Baxın. Bunları belə qoydum. Hansı sıradadır? Bu sırada. Üçüncü. Üçüncü. Bunlar elə bir yoxdur. Üçüncü sırada digər futbolçu var. O da Quduz. O da Quduz. Həqiqətən Quduz seçdim. Həqiqətən də Quduzu seçmişdim dostlar. Düppədüz. Afərin Niko, səni təbrik edirəm. Səni təbrik edirəm. Öpürəm. Belə videolara davam edin. Dostlar, 31 like-a PC 5-də PES kapışması. PES 2026 kapışması istəyənlər, bu ikilinin kapışması istəyənlər komandalarımızda yorumlara yazın və 31 bəyənidə 31 min zat yox. Bildiyimiz 31. Bildiyimiz 31 bəyənidə. Sağ olun, salamat qalın. Deyim ki 31 like-da 31 like gəlsin. Bunu cırırıq. Oyun oynayırıq. Oyun oynayırıq. Dostlar, baxın bu PlayStation-ı 62 like gəlsə, sizə bu Quduzu verəcəyik. Hədiyyə edirik bir nəfərə. 62 like gəlsə videoya. Sağ olun, salamat qalın dostlar. 1000 like gəlsə amma Ankara Messi. Sağ olun, salamat qalın dostlar. Bizdən bu qədər. Let's go!